Salam dəyərli izləyicilər, kanalımıza xoş gəlmisiniz. Uzun bir aradan sonra yenidən qarşınızdayım. Müştərimiz bu formada maket hazırlanmasını istəmişdi. Ümid edirəm sizlərin də ürəyincə olacaq və maketimizi hazırlamaq üçün korpus hissədə kardonlar lazım olacaq. 2 ədəd dairəvi kardon, diametr 35 sm, təxmini 40 sm olsa kifayətdir. Təbii ki, siz daha böyük və kiçik götürə bilərsiniz. Və jart kağızdan istifadə edib yarpaqları hazırlayacağım. Əlləri isə qalın vərəqdə çap etdim. Qramı təxminən olaraq 240 qramdır, amma siz desəz qalın vərəqdə çap edin. Yəqin ki, sizin üçün bu formada çap eləyərlər. Və top formada penanı mən çox vaxt tort ləvazimatı olan mağazalardan əldə eləyirəm. Hətta bir dəfə mağazanı çəkmişəm. Yadımda tam qalmayıb. İnşallah bir dəfə də sizin üçün çəkiliş eləyərəm. Çünki çox vaxt izləyicilər soruşur ki, penoplastı hardan əldə eləyirsiniz? List formada inşaat materialı olan mağazalarda olur. Amma belə fiqurlarsa tort ləvazimatı olan mağazalardan asanlıqla tapılır. Və sapı keçirtmək üçün ilk öncə bu formada dəlik açıram ki, orta hissədən sapı keçirdəcəm. Və şəffaf sapdan istifadə eləyəcəm ki, daha maraqlı görünür. Sanki uzaqdan həqiqətən əllərin arasında dünya fırlanırmış kimi görüntü əldə eləmək olur. Yoxdursa ağ sap da olar. Və boyaları soruşurdunuz dəyərli izləyicilərim. Boyalar quaş, akrilik fərqi yoxdur. Adi boyamadan da istifadə eləmək olar. Amma sprey boya vurmayın, çünki penoplastı əridə bilir. Yarpaqları kəsmək üçün əvvəlcə ölçünü təxmini olaraq deyirəm. 4 sm eni, 7-8 sm uzunudur. Siz daha kiçik və yaxud böyük ölçü eləyə bilərsiniz, fərqi yoxdur. Bir neçə ədəd üst-üstə yığıram ki, vaxt itirmədən 5-6 ədəd yarpağı birdən kəsə bilim. Bu formada kəsdikdən sonra yenə bunu da tort ləvazimatı olan mağazadan aldım. Səbət material olan yerlərdə də olur. Tortların üzərində belə yarpaq və yaxud kəpənək yapışdırmaq üçündür, yəni torta keçirtmək üçün. Və budaqlarımız hazırdır. Bu formada alındı. Bir daha göstərmək istəyirəm. Yarpağın uc hissəsini sadəcə bursaz kifayət eləyir. Bir az kley vurdum künc hissəyə ki, daha yaxşı yapışsın. Korpusu hazırlamaq üçün dediyim kimi 2 ədəd kardon lazımdır və ara hissədəki hündürlüyü istədiyiniz formada seçə bilərsiniz. 8-10 sm orta ölçüdür. Daha incə maket yaxud da daha hündür maket hazırlaya bilərsiniz. Kardonu bu formada burduqda kənar hissədə sındırmaq daha rahat alınır. Yəni hansı formada istəsəz yapışdıra bilərsiniz. Əsas odur ki, korpus tam hazır olduqdan sonra üzərinə maketinizi hazırlaya bilərsiniz. Ara kəsməni qoydum. Ortada boşluq olanda bəzən çökə bilir. Düzdür, yüngül maketdir. Əsasən ağır səbətlərdə eləyirəm. Amma yenə də işimi qarantiyə almaq üçün daha etibarlı korpus hazırlamağa çalışdım. Və hündürlük üçün, yəni kənar dayaq üçün mən plastik borudan istifadə elədim. Bu yoxdursa, adi kardon borudan da istifadə eləyə bilərsiniz. Hətta özünüz də kardonu burub boru əldə eləyə bilərsiniz. Heç fərqi yoxdur. Bu formada çəməndən biraz kəsdim ki, borunun kənarlarında yapışsın.
Daha sonra əllər kağızdan nə qədər qalın da olsa, ağırlıq olduqda qlobus onları əyə bilər. Ona görə arxa hissəyə kardon yapışdıracağam. Kardonu belə deyək, tam kontur xətti ilə kəsmək vacib deyil, yəni barmaq izlərini. Ümumi bir maket hazırlasaz kifayət eləyəcək. Baxın bu formada və kənar hissələrdə kardonun kəsim hissəsi görünür. O görüntünü istəmirəm. Ona görə kardona yaxın bir rəngdə jart kağızdan çox incə kant kəsmişəm. Onu yapışdıracağam. Sadəcə bu səliqəli görüntü üçündür, belə deyək. Sapı keçirtmək üçün uzun iynəniz varsa istifadə eləmək olar. Hətta kiçik iynədən də istifadə eləyib taxta ilə davam eləmək olar. Çöp şişlə daha doğrusu. Və yaxud da ən sadəsi çöp şişin başında bir az ipi keçirtmək üçün yer tapsaz, bu daha rahatdır düşünürəm. Sapı yapışdıranda bir neçə dəfə əlinizdə düyünləyib 2-3 qat eləyin, ancaq başlıq hissəsini ki, ola bilsin çıxa bilər. Unutmadan onu da deyim ki, sap incədir, çöp şiş enli olduğuna görə qlobus istədiyiniz ortalıqda qalmaya bilər, yəni sürüşə bilər. Bunun üçün sapı keçirtdikdən sonra həmin hissəyə çox kiçik kağız parçası kleyləyin ki, sap tərpənməsin. Bu formada qlobus havada qala bilsin, yoxsa sürüşüb aşağıdakı əlin üzərində dayanacaq. Və son olaraq budaqları zövqünüzə uyğun formada yapışdıra bilərsiniz. Bugünlük bu qədər. Bizi izlədiyiniz üçün təşəkkürlər. Sağ olun. Növbəti videolarda görüşənədək.